Hörmətli Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım. Sizə müraciət edib bildirmək istəyirəm ki, mən Musayev Araz, 9 qat dünya, 3 qat Avropa əməkdar idman ustası, Muay Thai Federasiyasının prezidenti, rəsmi prezidenti olaraq bildiyiniz kimi Adil Əliyev Suraxanı rayonunun icra başçısı Adil Əliyev tərəfindən Kickboks Federasiyasına vermiş göstərişinə əsasən Azər Həsənsoy, Elşən Əbdürrəhmanov və 100-ə yaxın insanı toplayaraq bu günləri Muay Thai Federasiyasına təsir göstərərək iclas keçirilmişdir. Bu iclas bildiyiniz kimi qeyri-qanunsuz olaraq Azər Həsənsoy heç bir Muay Thai Federasiyasının prezidenti olmadan və bildiyiniz kimi qeyri-qanunsuz yollarla seçki yollarına əl ataraq federasiyanın üzvlərindən və idarə heyətindən heç kəs iştirak etmədən bir tək özü olaraq federasiya özünü prezident seçmişdir. Bu prezident seçməsi ilə bağlı Ali Məhkəməyə müraciət edərək bildirmək istəyirdi ki, onun seçildiyi prezidentin saxtakarlıq olması və üzvlərin olmaması və səslərin verilməməsi özündən uyduraraq onlara səslər əlavə etmiş və saxtakarlığa yol vermişdi. Bu yollarla bağlı biz Ali Məhkəmənin rəhbərinə bildiririk ki, bununla bağlı qərar çıxardılsın və prokuraturaya araşdırmaya göndərilsin. Və bununla bağlı yenə də hədə-qorxu, təzyiqlər, yalan danışmalar və Muay Thai Federasiyasına həm dünyada, həm Azərbaycanda göstərilən təsirlər bu gündə davam edir. Bildiyiniz kimi, mən 4 bıçaq yarasıyla, 4 bıçaq vurularaq, bir başımdan 5 bıçaq yarasıyla alaraq və bir beşbarmaqla üzümə vurularaq ölümə qəsd cinayətini Türkiyə Respublikasında törədilmişdir. Azər Həsənsoy, Elşən Əbdürrəhmanov və Vüqar adlı şəxs bu günlərdə hələ də Türkiyə Respublikasında istinad məhkəməsində olmaqlarına baxmayaraq, apellyasiya məhkəməsində olmağına baxmayaraq, Adil Əliyev tərəfindən və bildiyiniz kimi Azərbaycana girişində qəhrəman kimi qarşılanmışdır. Bu bir Azərbaycanın tanınmış bir idmançısı olaraq və dəfələrlə dövlət tərəfindən, dövlət başçısı tərəfindən almış şərəf, necə deyərlər, evlə və digər diplomlarla təqdim olunmuş bir insana qarşı törədilmiş bu cinayətin hələ tam başa çatmaması, bundan sonra apellyasiya məhkəməsi və çox məhkəmələrin qala-qala bunların məsələsi apellyasiya istinad məhkəməsində olmağına baxmayaraq milli qəhrəman kimi Azərbaycanda televiziyalar qarşısında qəbul edilmişdir. Əlbəttə, bu kimin gücünün olduğu hər kəsə sübutdur, hər kəsə bəllidir. Bundan qabaq da Adil Əliyevin mənə Zümrüd restoranına çağıraraq, həyatımı ölümlə hədələyərək, federasiya mənimdir, mənim olacaq, mən belə şeyləri tanımadan federasiyanı əldə etmək üçün mənim yetəri qədər gücüm var, Azərdən almışam və federasiya mənimdir. Hörmətli Mehriban xanım, sizdən xahiş edirəm, sizə dünənki müraciətimdə baxmayaraq, bu günləri ondan da güclü olaraq, ondan da ətrafda güclü toplaşaraq, mən sizin müraciəti sizə etməyimə əvəz çıxmaq şərti ilə bunlar bu boydana yenidən mənə qarşı hücum yaratmışdılar. Sizdən xahiş edirəm, prokuror orqanlarına, polis orqanlarına göstəriş verəsiniz. Azər Həsənsoy, Adil Əliyev haqqında bir ölçünün götürülməsi, araşdırılması və bunları bu işlə bağlı cəlb olunmaları sizdən xahiş edirəm. Baxmayaraq bunlara qədər yetəri qədər baş prokurorluqda, Nəsimi prokurorluğunda, Nəsimi polisində olan materiallara baxmayaraq, bu gün də hələ də onlar yarısı dindirilir, yarısı dindirilmir. Belə etməklə nə isə gözləməyi görünməkdədir. Sizdən xahiş edirəm, hörmətli Mehriban xanım, sizdən xahiş edirəm, həyatım təhlükə altındadır. Həyatımın təhlükə altında olmaqla bu gün də Azər Həsənsoyun qarşı durma yaratması, Adil Əliyevin Muay Thai Federasiyasını əldə etməsi, Elnur Məmmədovun bunlarla bağlı verdiyi qərarı əsasən götürərək bunlar durmadan hərəkətə davam edir. Sizdən xahiş edirəm,
Hörmətli Mehriban xanım, bir Azərbaycan övladı olaraq sizdən xahiş edirəm, bu məsələnin önün alınması, bunların hər biri dindirilməsi və bunlar barəsində araşdırma vermənizi sizdən xahiş edirəm. Belə getsə, mənim həyatım yenidən bildiyiniz kimi təhlükə altındadır və durmadan bunlar insanları toplayırlar. Bizim idmana, Muay Thai idmanına aid olmadı, əzələ nümayiş etdirərək, güc nümayiş etdirərək, insanların sayını artırmaqla bunlar bir anlıq güya nələrsə edirlər. Mən xahiş edirəm, siyahıda olan şəkillər, fotolar yenə də paylaşılmaya başlamışdı. Bu fotodakı şəkilləri bilsəz və göstəriş versəniz və prokuror orqanları, hüquq qanunverici orqanlar, polis bunları araşdırsa bunların kim olduğunu bir daha bilərsiniz. Muay Thai Federasiyasının prezidenti olaraq özünü prezident elan edən və saxtakarlıqla və bildiyiniz kimi məhkəmələrə təsir etməklə özünü federasiya prezidenti kimi bir gündə qələmə verməkdədir. Və Azər Həsənsoyun, Elşan Əbdülrəhmanovun, Vüqarın məsələsi Türkiyədə istinad məhkəməsində olmaqlarına baxmayaraq. Müraciətim sizədir, hörmətli Mehriban xanım. Sizə müraciətim dün olmuşdu. Dünənki müraciətdən sonra bunlar biraz da saylarını artırmışdılar. Və sizdən xahiş edirəm, bu məsələyə diqqətlə yanaşmaq və bu məsələnin bir Azərbaycan evladının bunların əlindən almağı sizdən xahiş edirəm. Yoxsa həyatım təhlükə altındadır. Bir daha söyləyərək bütün hüquq qanunverici orqanlara müraciət edirəm.